Ləzzət dolu mətbəximdən hər kəsə salamlar. Havalar soyudu, bu o deməkdir ki, xəmir xörəklərinin də sezonu başladı. Bu gün sizlərlə hər kəsin çox sevdiyi o Bakı quymağının hazırlanması reseptini paylaşıram. Bunun dadını sevməyən məncə yoxdur. Ərzaqların dəqiq miqdarını postun altında qeyd etmişəm. Yağ əridikdən sonra 1 stəkan un əlavə edib, un qovrulana qədər əlimizi buraxmadan yaxşı qızardırıq. Un qızaranda içinə sarı kökünü əlavə edib, biraz da qarışdırıb suyunu əlavə edirik. Un tam açılana qədər dayanmadan qarışdırırıq. Un tam açılandan sonra daha qarışdırmırıq. Dibinin qazmaq tutmasını gözləyirik. Dibi tam qazmaq tutduqdan sonra qaba servis edib, qazmağını da üzərinə qoyuruq və şəkər tozu əlavə edib bəhbəhlə yeyirik. Hər kəsə nuş olsun. Siz hansı üsulla hazırlayırsınız? Mütləq rəy bölməsində fikirlərinizi bildirin.